Musa Peyğəmbər qarşı çıxıb ey Firona, siz də çıxın. Bunu xaricdə oturub cəmaatın balasını bədbəxt eləmək istəyənlərdir. Bəs əslində Quranda məsələ necədir? Heç bir peyğəmbər hakimə qarşı çıxmayıb. Siz səhv başa düşmüsünüz Allahın kəlamını. Allah Musaya dedi ki, get. Musa çəkinirdi Firondan. Dedi ki, Harun da getsin mənimlə onda. Allah Taala icazə verdi. Lakin nə dedi? Qavlən leyyinən. Onunla mülayim danış. Partiya zad qurmadı, üsyan eləmədi, heç də eləmədi. Fironla, baxmayaraq Firon zalım. Bəli. Bu ayə əksinə sizə rəddir, cavabdır. Amma belə o demək deyil ki, suskinə. Görüşə bilsən, görə bilsən nəsiyyət elə ona. Hakimə nəsiyyət təklidə olmalıdır. Bax, Musanın söhbəti. Cəmaat içində yox. Cəmaat içində yox. Bax, Quran bunu deyir bizə. Quran yaxşı oxuyur. Həm də məqsəd hakimiyyət olsaydı Musa əleyhissalamda. Nə üçün Musa? Bütün peyğəmbərlər. Bəli, Firon suda boğulandan sonra Misir qalmışdı boş. İstəsəydi qayıdardı. Bəli. Yox, səhv başa düşürlər. Bəli. Səhv, metro kitabları oxuyurlar. Bəli.